Nigah birinci növbədə qadına xeyirlidir. Kişinin nigahdan heç bir xeyri yoxdur. Çünki onun mülkün yarısı alınır, aliment ona yüklənilir, uşaq olacaqsa üzərində cavabdehlikdə kişiyə yüklənilir nigah olanda. Nigah ona görə ən birinci qadın özünə lazımdır ki, nigah çərçivəsində qadın öz hüquqlarını qoruya bilsin. Niyə görə? Çünki yenə də qadın uşaq doğacaqdır. 9 ay ona təhlükəsizlik lazımdır, sonra uşağı boya-başa çatdırmaq üçün ona resurs lazımdır. Qadın üçün nigah nə deməkdir? İlk intim əlaqəyə girməkdir də faktiki olaraq. Məgər nə vaxt giribsə, o vaxtda nigah da sayılır artıq bioloji olaraq. Bədən üçün nigah bu deməkdir ki, qadın artıq uşaq doğmağa hazırlaşdır. Avropaya baxın. Bizim hörmətli ginekoloq xanımıza da sualımız olur. 14-15 yaşlı qızlar artıq məktəbdə intim münasibətdə məşğul olur. 16 yaşında Avropaya baxmaq məsələsi biz yəni Avropaya baxmaq məsələsindən gəlin yanaşmayaq, o cür məsələyə toxunmayaq. Hər halda bizim özümüzün bəlli yaşam tərzimiz var. Mən üzr istəyirəm, müdafiə. Bəli, tamamilə düzdür. Ona görə Kəmal, amma təəssüf olsun ki, bizim bütün bu propagandistlər, yəni Avropada daim olaraq bunu götürür. Mən deyirəm ki, siz inanın, Azərbaycanda Avropadakı seksual inqilab gələndən sonra heç bir kişi evlənməyəcək.